Akagros Akademiyanın yeni bir buraxılışına hamınızı xoş gördük. Bugün təlimçimiz İlham Şükürlüdür. İlham, xoş gəlmisən, necəsən? Xoş gördük, təşəkkür edirəm, yaxşıyam mən də. Necə gedişdi? Yaxşılıqdır, biraz yaradıcılıqla məşğuluq desəm, doğrudur, biraz layihələrimiz çox idi. AI aktualdır. Bəli, hal-hazırda. AI kontentin bu dəqiqə hype olduğu dövrdəyik deyəsən. Bəli, bəli. Əslində belə bir məsələ var ki, insandan asılıdır hər şeyə. Yəni süni intellekt bir alətdir, biz onu istifadə edirik. Ona görə bu sektorda daha çox kreativ insanların rol oynadığı bir proses olacaq. Düşünürəm ki, indi AI-da da bu addımlar atılacaq. Səncə AI yaradıcılığı öldürürmü? Mən elə düşünmürəm. Əslində yaradıcılığı daha da inkişaf elətdirir. Çünki insan yazdıqca, belə və yaxud dedikcə fikirlərində bunu aydınlaşdırır, fikirlərində bunu belə deyim də ərsəyə gətirə bilir. Əvvəllər necə idi? İnsanlar rəsm çəkirdilər və yaxud indi texnologiya böyüdükcə motion dizaynerlər və yaxud belə deyim motion dizayner, normal qrafik dizaynerlər təbii ki. İndi hal-hazırda biz beynimizdəki olan bir hekayəni və yaxud ssenarini ərsəyə gətirə bilirik. Bu bizim özəlliklərimizdən biridir artıq süni intellekt bilməklə. Əlimizi gücləndirən alətdir. Bəli, təbii ki. Okay, bəs bunu istifadə etməyən yaradıcı bir insan nə qədər bazardan geri qalacaq? Çox geridə qalacaq. Çünki düşünün ki, biz indi o insan ssenaristi tutalım. Bu ssenarist olduğuna görə bunu da hər dəfə beynində bu sahəni oxuyur və onu hər dəfə beynində canlandırır. Və bu canlandıranda bunu sadəcə yazıya tökə bilir maksimum. İndi biraz bilirsə maksimum görsələ tökə bilir. Amma biz artıq bunu videolaşdırdığımız zaman, biz onu artıq örneğin deyirəm bir ssenaristin gözündən baxmaq başqa bir hissədir. Biz indi sahəmiz başqadır, bir marketinq sahəsidir. Amma biz də artıq o etapların içərisinə girəndə o gözlə baxmağa başlayırıq. Yəni bizim artıq kreativliyimiz də getdikcə artmağa başlayır. Bəs bugün yəni zaten marketinqdə kontentin əhəmiyyəti artdı. Kontent artdı, sonra AI gəldi və kontent biraz da pikə gəldi, çatdı. Səncə AI kontentinin bazardakı bolluğu kontent marketinqin dəyərini azaldır yoxsa neyinir? Azərbaycanda biraz süni intellektdə çox önyarğı var və çox uyğunlaşa bilmir nəsə Azərbaycanda. Amma xaricdə çox insanlar artıq belə deyim, hətta şirkətlərin bir çoxu süni intellektlə belə deyim reklam videoları istəyirlər. Yəni özləri deyirlər ki, yəni Kanada şirkəti var, bizə hal-hazırda işlədiyimiz Kanada şirkətidir. Sonra Rusiyada məsələn bir çox şirkətlər var. Bəs sən bir sual verim. AI kontent məsələsi var. Azərbaycanda biraz bunun daha bayağısı olduğuna mı görə qarşılıqlı mənfi reaksiya verirlər? Yaxşı kontent mi yoxdur, yoxsa sadəcə xalq yəni çox kreativlik Azərbaycanda məncə biraz həm özümüz də onsa marketinq sahəsində görmüşük ki, kreativlik fərqli işləyir Azərbaycanda. Yəni biraz marketinqdə belə deyim, loru dildə deyə bilərik təbii ki, kolxoz bazarı tərzində bir sistem yığırlar. Ona görə marketinqə o kreativliyi qatdığın zaman insanlar hazır deyil ona və hazır olmadıqlarına görə deyirlər ki, bu nədir eləmisiniz və yaxud bunun kimi şeylərlə önyarğılı davranırlar. Ona görə biz orada çətinlik çəkirik. Məsələn, normal çəkilişlə süni intellektin çəkilişini görəndə insanlar biraz qorxmağa başlayır ki, bir də saxta olar, birdən nə bilim güvən verməz, bunun kimi şeylər var. Amma artıq dövrümüz bu dövrdür. Bəs sənin fikrincə növbəti periodda, indi bura qədər gəlmişik, növbəti periodda hansı təsirlər olacaq və yaxud nələr dəyişə bilər, trendlər nədir? Əslində belə deyim, həmişə pik dediyimiz bir hissə olur. Süni intellektin və yaxud da hansısa bir yeni çıxan bir şeyin həmişə pik həddə olur. Ondan sonra riski düşməyə başlayır. İndi hələ ki pik həddəyik. Növbəti illərdə bunun belə deyim avtomatlaşdırma sistemi olandan sonra şirkətlər artıq görəcək ki, hə, həqiqətən də bu bizim işimizə yarayır. Büdcəmizi aşağı salır bu, necə deyim, xərclədiyimiz büdcə ilə bağlı marketinqdə. Artıq avtomatik olaraq istəyəcəklər özləri də. İndi hələ ki istəmirlər, hələ ki belə deyim fikirlərində şübhəci yanaşmalar var. İstəmirlər deməyə, şübhəci yanaşmalar artıq beyinlərindən çıxardacaqlar. Bəs sən fikrincə dünənləri məsələn bizim editorlarla söhbət edirəm, deyirəm ki, yavaş-yavaş sizin işinizdən alacaq. Deyir ki, o videonu bizim kimi hiss eləyə bilməz də. Səncə həqiqətən də alacaqmı, yoxsa sadəcə onun işini daha
Yəni editörün işi qalacaq, sadəcə onun işi daha asan olacaq. Yoxsa Evet. həqiqətən də onu çıxardıb AI ilə onu eləyə biləcəmmi? Belə deyim, əslində örnək edirəm, 1 saatlıq bir filmi belə belə deyim, podkast olsun və ya hər hansı bir şey süni intellektlə editləyə bilirsən. Bu Cloud Code sistemləridir və yaxud hər hansı bir sistem. Amma o editor düz deyir. Çünki sənə o hissi verə bilməyəcək. Şablonlaşdırır çox şey. Şablonlaşdırır. Ona görə şablondakı bəzi bir dönəmə qədər gedəndən sonra orada çıxacaq. Ölür. Bəli. Bax məsəl üçün AI-də mənim ən çox incidən nədir? Dizaynında bu yaranır. Eyni üslub. Məsəl üçün UI və UX-ə baxırsan, AI-ın hazırladığı hamısı eyni. Görsəllərə baxırsan, əgər düzgün prompt verməyibsə və ya detallara düşməyibsə, eyni üslublar. Bu şablonizmdən AI çıxacaqmı gələcəkdə öyrəndikcə? Əslində belə bir məsələ var. Şablon dediyimiz məsələ süni intellektə öyrədilən bir şeydir. Bu adam belə adam deyək artıq süni deyək, qorxuruq onda. Bu adam artıq fikirləşir, şablon buna öyrədilən bir sistemdir. Sən əgər ona fərqli şəkillərdə öyrətsən, o sənə şablondan kənar cavablar verəcək. Məsələn, çox marketoloqlarda və həmişə süni intellekt istifadə edən marketoloqlar həmişə mənə deyir ki, bəs kontent baxımından eyni şeyləri verirlər. Yəni süni intellekt mənə eyni şeyləri verir. Birinci ana səbəblərdən biri süni intellekti araşdırmanı verməlisən. Yəni süni intellekt gedib bazardakı videoları analiz eləməlidir. Məsələn, trend videoları analiz eləməlidir, öyrənməlidir onu. Sən ona öyrətmirsən deyə o sənə eyni şablonu verir. Bu UX UI-da da elədir. Bu hər hansı bir məsələn adicə bir kino, biz rejissorluq dediyimiz məsələ var da. Operator, rejissor, biz onları öyrədirik. Deyir ki, sən məsəl üçün yazar olaraq J.K. Rowling var, bu Harry Potter-i yazan. Həm deyirəm ki, sən J.K. Rowling kimi davran. Süni intellekt bilir ki, onun kimi davranacaq. Mən ona kontent istəyəndə bu avtomatik olaraq mənə tutam ki, sehirlə bağlı, Harry Potterin fikri ilə bağlı bir şey deyəcək. Ona görə təlimatı necə düzgün verirsənsə, elə də geri dönüş alırsan. Ümumiyyətlə AI-ın məncə ən dəstək olduğu sahələrdən biri də marketinqdir. Marketoloqların AI hansı işlərinə müsbət təsir eləyir, hansılarına mənfi? Mənim fikrimcə sırf birinci Azərbaycandakı marketinqə baxaq, marketoloqlara baxaq. İndi bu hansı nə iş görür bu adam? Birinci olaraq ona baxmalı. Bu adam əgər belə deyim SMM eləyirsə, bilirsiniz ki, Azərbaycandakı SMM-in adama həm video çəkdirirlər, həm vizual hazırlatdırırlar, həm nə bilim müştəri ilə danışıq elətdirirlər. Bu baxımdan baxsaq, həmin o SMM dediyimiz insanların çox işinə yarayır. Hansı işlərə yarayır? Görsəl yaradıcılığında daha sürətli edir. Müştəri ilə avtomatlaşdırma sistemində birbaşa qoşur, müştəri ilə süni intellekt danışır, müştərinin datasını çəkir və satış menecerinə yollayır. Belə bir sistemlər də var ki, daha çox satış menecerinə yolladığı zaman artıq o da süni intellektlə birbaşa zəng eləyir satış meneceri. Bu süni intellekt eləyir bunu və daha sonra o ilə əlaqə saxlayır. Təbii ki, bu biraz avtomatlaşdırma sisteminin qəliz versiyalarıdır. Amma basit dediyimiz versiyalardır ki, yaradıcılıq, yəni görsəldə də işinə yarayır, müştəri ilə danışıqda işinə yarayır, kontent tapmaqda işinə yarayır, araşdırma etməkdə işinə yarayır. Ən önəmli məsələlərdən biri rəqibləri analiz etməkdə çox işə yarayır. Hətta rəqibləri analiz edib ona uyğun şəkildə target yığmağa da köməklik göstərir. Ona görə belə şeylər önəmlidir. Marketinqdə, sosial media marketinq dedik, mütəxəssislər araşdırma, amma bu rəhbər pozisiyada olanlar da var da. Onlar AI-ni necə istifadə edə bilər? Öz işlərini necə adaptasiya? Əslində AI-ı bir sahibkar necə istifadə etməlidir, belə deyək. Rəhbər və sahibkar. Ümumiyyətlə süni intellekt, mən keçən dəfə bir şey görmüşdüm. Bir sahibkar hər səhər iş saatları içərisində hər saat 9-da hamının Gmail adresinə motivasiya mesajı göndərirdi. Yəni istər-istəməz insan bir belə deyim də sahibkardan, bir müdirdən, bir başdakı insandan biri xoş söz eşidəndə istər-istəməz belə sevinirsən, bəli.
insana motivasiya vermək üçün də təbii ki, indi süni intellektdə ancaq iş baxımından yox, daha çox moral vermək, belə deyim, emosiya ötürmək üçün də istifadə edə bilərlər. Mən daha çox nə üçün istifadə eləyərəm? Ümumi bizə verilən data, məsələn, örnək edirəm, şirkətlər neçə dənə şirkətlərlə işləyirik, bunların datası, bunların nə iş gördüyü, bizim komanda nə iş görüb bunlar üçün, bütün hər bir şey yazılsın ki, misal üçün filan tarixdə filan yerə gedilib. Məsələn, bu sahibkar üçün önəmlidir ki, həm müştəri məmnuniyyətini daima əlində tutsun, həm də ki, avtomatik olaraq işin necə getdiyini, prosesini görsün. Güzel. Bəs bu günləri AI bilmək və yaxud AI-dən istifadə etmək bir bacarıq, üstünlük sayılır. Bəli. Amma AI-ın özü də bir yerdən sonra istifadəsi sadələşəndən sonra səncə öz aktuallığını itirəcək, hamı üçün adi bir şeyə mi çevriləcək? Bilirsiniz necə? İstifadə etmək baxımından asanlaşdırıla bilər. Amma beyin baxımından onu yenə də insan istifadə edəcək. Kimsə daha yaxşı eləyəcək, kimsə daha yaxşı eləyəcək, kimsə daha pis eləyəcək. Yəni bizdə balanslaşdırılma prosesi varsa, həmişə yaxşı istifadə edən və kreativ olsa insan həmişə üstdə olacaq. Lap bilməsə belə nələrsə araşdırıb tapıb yenə də ondan üstünlük olacaq, çünki kreativliyi var. Yəni süni intellektin generativ AI, yəni yaradıcılıq baxımından dediyimiz məsələdə bu həmişə üstündür. Fikirləri və danışıq barəsindən söhbət gedir. Çünki süni intellekt sənin danışığına əsasən bir məlumat verir və yaxud yazdığın bir şeyə görə məlumat verir. Sən nə qədər gözəl kitab oxusan, daha gözəl kinolara baxsan, özünü gözəl ifadə eləyə bilirsən, o qədər də çox həmişə üstün olacaqsan süni intellektdə. Amma belə. Bəs belə bir sual verim sənə. AI-ın öyrənməsi deyirik. Sən əsas ona toxunursan. Təzəcə bir məqalə oxudum ki, AI insandan öyrəndikcə daha yaxşıdır, amma bugün internetdə AI content artırdı. Artıq AI contentindən öyrənəndə daha vasat, daha zəifləyir. Bəli. Bu gələcəkdə bizə nə qədər təsir edəcək? Özümüz öyrətmə. Mən həmişə dedim bayaqlarda ki, özümüzün öyrətməyi var. Evet, özümüz öyrədirik deyə ona necə tapşırıq verəcəyimizi də bilirik. Amma başqasının datasını götürdüyünə görə ona necə davranacağını bilmədiyi üçün həmişə vasat cavablar verir. Ona görə mən həmişə tələbələrə də deyirəm ki, məsələn, özünüz assistent yaradın. Mənim verdiyim assistentlə eləməyin. Çünki mən eləmişəm bunu və mən bilirəm ona necə tapşırıq verməliyəm. Amma sən eləyəndə sən bilirsən ki, bu ilə necə danışmaq lazımdır. Ona görə fərq yaranır. Məsələn, biz dərsdə tələbələrlə adi hansısa bir produkt yaratmaq istəyir. Tələbə öz AI-na prompt verir. Çox bərbad bir şey ortaya çıxır. Mən prompt verirəm, çox yaxşı çıxır. Deyir, eyni promptu veririk, amma elə bil ki, mənimki daha çox öyrənib deyə daha çox bilir ki, produkt necə olmalıdır. Əsas prinsip nə idi? Bizim istifadə edəcəyimizdə nə qədər illərlə data vermişəm ona. Məni artıq belə deyim, ləb deyəndə türklər demiş, çorum deyir. Ondan sonra mən ona bir dənə yazan kimi mənə filan şey lazımdır. O mənim datalarıma əsasən gedir, onu verir. Ona görə sizdə də məsələn produktu yaxşı verir, amma onda pis verir. Ona görə həmişə tələbələr deyir ki, bəs müəllim biz bu fərqli saytlar var da, orada satırlar ChatGPT-nin ucuz belə deyim uyğun qiymətə. Məsələn ucuz versiyaları var və onu alırlar. Onlar sonra bir ay sonra dəyişdirirlər və bir ayda nəsə olur. Və sən orada öyrətdiyin datalar getdi. Məsələn, assistentlər eləmisən, maksimum götürdün, onu atdın o bir assistentə, o da orada özü bilməyəcək nə edəcək. Çünki əvvəlki data. Bir də mən onu niyə qarşıyam? Təzəcə indi yaxşı dedim. Tələbəm bir yazıb ki, Murad mənim özündən alım, yoxsa ucuz qiymətə verir. Deyirəm ki, sən o AI-la çox şəxsi məlumatlar bölüşürsən. Sənə aid datalar var orada. Yəni sən onun kimdəsə anon keyi var, API keyi var. Orada nələr çıxardar Allah bilir. Təbii ki. Ya bu şey biraz şey kimi deyil də, bu yəni Canva deyil də, yəni dizayn eləyirsən və yaxud Adobe zat deyil də. Bu sən orada şəxsi çox şey var və data var. Bütün hər şeyin var orada. Səndən başqası gəlib götürə bilər. Çox rahat götürə bilər və sənin bir dənə əsas məsələ dediyin kimi öyrətmə məsələsidir. Bəs dil modelləri üzərindən baxsaq, sən bu gün ən çox hansını istifadə edirsən və ümumiyyətlə, yəni ən çox istifadə elədiyim bir şey dediyimizdə bu ayrı-ayrı sahələrə görə dəyişir. Məsələn, örnək edirəm, mən daha çox ChatGPT və cloud sistemini daha çox istifadə edirəm. Gemini-yi video analizləri üçün, bir datanın araşdırılması üçün istifadə edirəm. Perplexity var, Perplexity. Onu sırf araşdırma və ona bir şey öyrədə. Orada kompüter bölümü var. Basıram kompüteri, gedir özü araşdırır, misal üçün bütün hər bir şeyi, onun datasını çəkir mənə verir.
Mənbəsi olmayan heç bir datanı vermir. Mənbəsi olmayan bir datanı vermir məsələn. Gəldik əsas məsələn Grok-a. Grok həqiqətən faydalıdır. Grok möhtəşəmdir. Çox insan bunu bilmir həmişə. Amma buradakı dediyim o kreativlik məsələsi var. Ən təməldə kreativlikdə çox yaxşıdır Grok. Yəni sənin bir tekstin var, onu maraqlı bir tekstə çevirmək istəyirsənsə və yaxud bir ssenari yazdırırsansa və ya commercial videolar deyilir, reklam videolar. Ən gözəlini Grok yazır. Ciddi. Bəli, biz Grokdan götürürük datanı, deyirik ki, belə bir şey lazımdır bizə. Daha sonra onu ChatGPT-yə giririk, öyrədirik və ya cloud-a öyrədirik. Skillslərimiz varsa, assistentlərimiz varsa çağırırıq, onu daha da mükəmməl hala gətiririk. Belə bir işləyirik də yəni üstündə. Ondan sonra artıq onu videolaşdırma və belə deyim, görsəlləşdirmə prosesinə keçirik. Yəni sən bir dil modelindən yox, komple hamısından istifadə etməlisən. Məcbur. Çünki onun verdiyi məlumat bunun verdiyi məlumatdan fərqlidir. Okay, səncə bu gələcəkdə vahid dil modelinə keçid olacaq, yoxsa hər zaman belə gedəcək? Onu mən açığı deyim, indiki dövrdə bunu tartışmaq biraz çətindir. Çünki Grokun başdakı adamı Elon Musk'dır və onun baxış açısı fərqlidir. Ona görə də dil modeli. Ona görə də dil modeli ona görə fərqli olur. Məsələn, Grok belə deyim, daha adult dediyimiz məsələlər var. Yəni daha üst leveldə insanlara orada icazə verir elə bir şeylər düzəltməyə, hazırlamağa. Məsələn, örneğin deyirəm də Hitlerdir və yaxud belə qadağan olmuş insanların videolarını hazırlamağa icazə verir Grok. Amma ChatGPT vermir. Amma ChatGPT yazmağa belə icazə vermir. Qaldı ki, gözlə düzəltməyə. Okay, başa düşdüm. Bəs gələcək misal üçün çox adam deyir ki, AI.com kimi bubble'dır, partlayacaq. Yəni sən bunun partlayacağını düşünürsən, yoxsa dəyişəcəyini mi düşünürsən? Yox, məncə partlayacaq. Çünki elə bu günləri başıma bir iş gəldi, onu sizə deyim. Getmişdim bir həkimin yanına. Bir də gördüm ki, həkim oturub bir neçə dənə vərəqlər, həkimin özüdür. Bu baxan adamdır. Yəni bu necə pasiyentə baxan adamdır. Oturub bütün kağızların içində. Sual verdim ki, bəs mən süni intellekt mühəndisiyəm və necə bir şey sizə kömək edə bilərəm. Dedi ki, məndə bu kağız olmasın deyir. Mən deyir bunu səsli formada deyim. Məsələn mən dedim ki, sizə səsli formada deyib belə eləmək düzgün olar. Dedi, hə, səsli formada deyim, data getsin, dataya düşsün. Bir də mən bu kağızı doldurmayım istəyir. Yəni əslində ətrafa baxdığımız zaman süni intellektlə nələri asanlaşdıra bilərik, avtomatik görə bilirsən. Məsələn, bu həkimdə ola bilər və yaxud mühasibatlıq şöbəsində ola bilər, fərqli yerlərdə. Ona görə məncə bu partlayacaq və insanlar bunu istifadə edəndən sonra da elə pikdə də saxlayacaq. Yəni insan faktoru olaraqdan saxlayacaq. Sən pikdən düşəcəyini düşünmürsən? Düşünmürəm açığı. Bunun səbəbi çünki davamlı yenilənən bir sistem var və sən davamlı yenilənən bir sistemə ayaq uydurmalısan. O ayaq uydurmaq üçün həmişə o pikdə qalır məcbur şəkildə. Çünki sən davamlı öyrənirsən. Məsələn, yeni bir generasiya videosu çıxır, məsələn, Sidans 2.5. Artıq bu 30 saniyəlik bir videolar hazırlaya bilirik, misal üçün. 50 dənə referans götürür. Gedirik biz onu başlayırıq araşdırmağa. Normalda bir video 10 saniyəlikdir. 15 saniyəlik. İndi hal-hazırda maksimum 15 saniyəlik. 90 saniyəlik bir video qurmaq üçün gərək 9 dənə 10 saniyəlik kadr yaradıb birləşdirməli. Bəli, yəni ya 15 saniyə ya 10 saniyə. Bəzilərində hətta elə bir şeylər var ki, 15 saniyəlik bir videonu hazırlayanda tutalım ki, süni intellekt də möhtəşəm deyil. Bəzi kadrlara səhv verir. Bu sənin əlində olacaq bir şey deyil. Süni intellekt texnologiyası ilə bağlı bir şeydir. Verəndə məcbur o yerini kəsməlisən, nə bilim, ora başqa kadr qoymalısan falan. Bunun kimi əziyyətləri var. Bəzi insanlar deyir ki, əşi prompt yazırsan verir də, yəni elə deyil. Qətiyyətlə elə deyil. Məsələn, süni intellekt dərslərimizdə qoşulanda tələbələr həmişə o düşüncə ilə gəlirlər ki, indi yazacağam, nəsə düzəldəcəm. Girirlər işin içərisinə, görürlər ki, fərqli stillər var, fərqli kamera hərəkəti, 126 dənə kamera hərəkəti var. 126 dənə. Hətta dünyada elə bundan başqa türləri də birləşdirə bilirsən. Elə bir 126 dənə kamera növü var. O kamera növlərinin də ikisini birləşdirəndə başqa bir 126 dənə də çıxır. Yəni belə geniş bir rakurslardan var. Məsəl üçün bir də mən bu eyni şeydə yaşamışam. Yəni produkt yaratmada hype var axı, var idi. Sən girirsən Lovable'dan və yaxud Base 44-dən istifadə edirsən, prompt yazırsan, yaranır. Görürsən ki, yaranır. Amma arxası boşdur.
Yəni Tamam, o görsel tərəf var, amma arxa görsel laqrovka işləyir, amma arxa bomboşdur. Databaza yox, security check yox, centric yox. Ən sadə bir şey nədir? O da uşaqlara deyirəm, nə qədər gülmüşəm. Deyirəm ki, sort var, yəni yuxarıdan aşağı, aşağıdan yuxarı eləmək. Sən onu promptda deməmisənsə, o sən söyləmə. O getdi də, o əlavə bir şeydir, opsiyadır. Yəni deyir ki, maşın istəyirsən, sənə 4 təkər verir, üstünə də bir dənə dəmir qoyur, deyir budur da maşın. Yəni rul istəyirsənsə ayrıca deməlisən, motor istəyirsə ayrıca deməlisən. Motor dizel olsun, benzin olsun, o qədər detallı işləməlisən. Bizim CRM sistemini ilk bir növrəsini quranda promptu yazdım, qurdu, dedim mənə bomba. Baxıram ki, heç nə yoxdur. Sonra məcbur oldum database öyrəndim. Məcbur oldum qeydiyyat sistemini öyrənirsən. Gedib Supabase-ə çıxdım, Firebase-ə çıxdım. Sonra gördüm ki, storage anlayışı var, hara bağlamalıyam. DNS-i ayrı, bunun arxa back-end ayrı, front olmamalıdır, front edge olmamalıdır, front back-dən çəkməlidir. Back-də şema, database-ə şema olmalıdır ki, hara əsas məsələlərdən biridir. Çünki front deyir ki, burada heç nə yoxdur, amma bunu haradan çəkəcəm. Belə gördüm ki, içinə girəndə insanlar bu ön tərəfi görür və aldanır. Bəli. Elə bilirlər ki, yazdın, düzəltdi temasıdır. Bəs automationlar nətər? N8-in məncə bir ara çox babat hype vardı, amma indi öldü. İndi öldü. Bunun ana səbəblərindən biri cloud code sistemidir. Daha güclüdür. Hə, cloud code sistemi. Bunun səbəbi, amma belə bir məsələ var ki, cloud code-da token məsələsi. Token belə deyim, su yerinə gedir. Açıq deyim ki, biz özümüz hal-hazırda ən maksimum paketi işlədirik. Bu $234 bir paketdir. X20 olaraq gedir, Max X20. Bunun ana səbəblərindən biri odur ki, tokenin çox tez xərcləyir. Örneğin deyirəm, bir saytın sadəcə interfeysini hazırlamaq üçün 26.000, 30.000 token çıxır hələ üst hissəsini düzəltməkdə. Yəni bunun içərisini demirəm. Hə, yəni belə çətin bir prosesi içərisinə gəlir. Amma N8-də belə bir sistem var ki, avtomatlaşdırma sistemi elədiyin üçün sən ona aylıq bir $20 bir ödəniş edirsən. Yəni birinin yaxşı tərəfi var, birinin pis tərəfi var. Eyni süni intellektlərdəki kimi. N8-də amma bug hədsiz dərəcədə çox verir. Son dövrlərdə hətta mən N8-i cloud-u N8-ə bağlamışdım. Cloud üzərindən promptla eləyirdim. Hədsiz dərəcədə yorur. Çünki dil modelləri fərqlidir. N8-in ana MCP-si fərqlidir. Manus AI-dən üzərindən getmək lazımdır. Orada bug səviyyəsini aşağı endirir. Sonra mən nəyə seçəcəkdim? N8-i şeyə bağlamaq istədim, Metaya. Elə ki, WhatsApp-da yazdığım mesajı N8 çevirir, cloud-un API-nə bağlamışam. AI başa düşür və mənim üçün tasklar yaradır ki, bu məsəl üçün Murad Cavdana falan işi verdim. Bu qədər WhatsApp-da yazdığım, mənim yazdığım dili getməlidir WhatsApp API ilə düşməlidir ora. Onu başa düşməlidir. N8 onu çevirir dil modelinə. Onu cloud başa düşür. Cloud təzən çevirməlidir, onu atmalıdır task bölmələrinə. Təzən sonra da WhatsApp-da mənə geri bildirim yazmalıdır axı. Bu o qədər bug verdi ki, bəlkə bir həftəyə mən o qədər pul xərclədim, qurdum qurmağını. Amma çəkdiyim əziyyət mən orada zövqümü gedib səs atmağı daha əsəbləşdim. Deyib əllə yazmağı daha yaxşıdır. Dəftərə də cüm yazsaydım daha yaxşıdır. Biraz elə şeylər var. Bəs ona görə onun qabağına keçmək üçün biz skillslər hazırlayırıq. Yəni biz ona görə assistentlər hazırlayırıq ki, bu problemi biz ona başa salanda bu getsin, baxsın, araşdırsın, onu özü həll eləsin ki, bəs burada belə bir problem var. Bir dənə biz məsələn nə edirik? Gəlin mən sizə nə deyim. Bizdə skillslər var. Cloud-un içərisində və assistentlərdə də eyni şəkildə. Biz çağırırıq skillsi, deyirik ki, bu ssenarimdə olan bir prosesdə nə kimi səhvlər var? Və yaxud bu mənim belə deyim, sistemimdə, avtomatlaşdırma sistemimdə nə kimi bir problemlər var? Yoxlayır, test eləyir özü cavabını alır. Oradakı problemi həll eləyir, gəlir sənə ən ideal formasını verir. Burada skillslar bölümü daha çox işə yarayır. Öyrətdiyinə görə sənə o verir. Bizim təlimlərdə skillslar və assistent teması var. Bəli, skills öyrədilir. Assistentlə və skills cloud sisteminin içərisində, cloud və ChatGPT sistemində öyrədilir. Okey, son sualım. Bəli. AI-ın Azərbaycanda istifadəsi günü-gündən aktuallaşır. Təbii ki, bir kütlə var ki, hələ də müqavimət göstərir absurd dərəcədə. Bunun istifadə zamanı hansı tövsiyələr verə bilərsən ki, necə başlasınlar, necə aldanmasınlar?
Bax, ən böyük problem sən nədir? Uşaqlar mənə bəziləri deyir ki, mən müəllim eləmək istəyirdim. O sayta, o abunəliyə bu qədər $20 verdim, buna $30 verdim. Bədbəxt yazıq. Bir də ayılır ki, $200-300 gedib, ortada nə bir şey var. Nə də şey. Ana səbəblərindən biridir, bəli. Ümumiyyətlə birinci olaraq insan özünün necə belə başlayım, kitab oxumalıdır. Yəni özünü inkişaf elətdirməlidir. Bilsiz nəyə görə? Bayaqlar mən həmişə hər bir tələbəyə örnək göstərirəm. Mən məsələn sizə belə gözlərimi açıb baxanda belə siz bilirsiniz ki, mən sizə necə bir cavab verəcəm. Ya belə baxışım necədir. Amma süni intellekt onu görmür deyə siz onu dilə tökməlisiniz. Mən 10 sm misal 5 10 sm bu boydalar 5 sm gözlərimi qaldıraraq sənə əsəbi və hissli formada baxdım. Süni intellekt onu götürəcək. Ona görə ana səbəblərdən biri budur ki, birinci olaraq bir özünü ifadə eləməyi bilməlisən süni intellektdə, öyrənirsənsə əgər. İkinci növbədə sənin alacağın təməl bir paket olmalıdır. Tutalım ki, generativ AI və yaxud hər hansı bir API-lar və yaxud MCP-lər. Bunlar məsələn başlayacaq, təməldən başlayacaqsa, deyərəm ki, ChatGPT-dən başlasın. Təməldən başlayacaqsa. İnkişaf elətdirəcəksə cloud-a keçsin. Cloud-dan sonra əgər görsəl yaradıcılığa keçəcəksə, bəlli bir platforma seçməlidir. O platformanın içərisində də bütün hər şey olmalıdır. Təməl proses buradan başlayır. Onda yəni biz sənin dediyinə əsasən deyirəm ki, prompt mühəndisliyi və prompt yazmaq göründüyü qədər sadə bir məsələ deyil. Qətiyyətlə xeyr. Qətiyyətlə xeyr, çünki sənin orada verəcəyin bircə kəlmə söz sənin bütün promptunu etkiləyir. Bircə kəlmə söz. Bütün prosesi dəyişir. Yəni sən örnək edirəm, yazırsan ki, design promptu ver. Sən o promptu ver sözünü yazmasan, məsələn, hazırla desən misal üçün, o sənin üçün şəkil hazırlayacaq. Bir dənə o sözü prompt ver sözünə görə sənin üçün promptu verir misal üçün. Belə bir örnək göstərə bilərəm. Prompt injinerik məsələsinə dərslərimizdə toxunacağıq. Mütləq şəkildə, çünki ana strukturumuz onun üstündə qurulur. Belə bir məsələ. Təşəkkür edirəm İlham. Mən təşəkkür edirəm. Bugün maraqlı oldu. İnşallah növbəti dəfə BG-də artıq biz necə eləyirik? Təlimçiləri çağırırıq, hər dəfə bir topik qoyuruq. Onun üzərində müzakirə aparırıq. Səndən ilk oldu, amma inşallah ki, növbətdə daha fərqli bir topiklər qoyub üzərində müzakirələr eləyərik. Təbii ki, təbii ki. Xeyirli uğurlu olsun. Təşəkkür edirəm, çox sağ olun. Sağ ol.